Hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində dəqiqliyi ilə desək 52 nömrəli məktəbin yaxınlığında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısındakı bisetkanın önündə qeydə alınıb. 14 yaşlı yeniyetmə 15 yaşlı yeniyetməyə kəsici, deşici alətlə xəsarətlər yetirib. Yeniyetmə xəstəxanaya çatdırılsa da ona ilkin tibbi yardım göstərilsə də təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb. Əldə etdiyimiz ilkin məlumata görə hadisə baş verərkən ərazidə ona yaxın digər məktəblilər də olub və hadisə mübahisə zəminində baş verib və mübahisəyə bıçaq son qoyub. Mən eşitdim ki, dava olub burada məktəblər arasında, yəni talpa ilə dava edirlər, çoxlu olublar. Bir uşağı digərinə zərbə yetirib, onu xəstəxanaya qaldırıblar və orada da vəfat edib. Əldə etdiyimiz məlumata görə mərhuma yeniyetmə şax damarından xəsarət yetirib. Belə ərazidə müşahidə edərkən bunun şahidi oluruq ki, yeniyetmə xeyli qan itirib. Onu da qeyd edim ki, artıq yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.